Salam əziz şagirdlər, bu videomuzda da sizə integral mövzusuna aid növbəti bir qəbul sualının izahını verəcəm. Sualın şərtində deyilir, integral 0-dan pi bölü 2-yə sinus kvadratı 4x dx integralını hesablayın. Əvvəlcə qaydanı yadımıza salmalıyıq. Sinus kvadratı x və kosinus kvadratı x funksiyalarının ibtidai funksiyasını hesablamaq üçün əvvəlcə dərəcənin azaltma düsturlarından istifadə etmək lazımdır. Əvvəlcə, deməli, yazırıq integral 0-dan pi bölü 2-yə sinus kvadrat 4x-in dərəcəsini azaltsaq 1 çıxılsın kosinus 8x bölünsün 2 dx olur. Buradan 2də 1-i integral işarəsini xaricinə çıxarsaq 2də 1 vurulsun 0-dan pi bölünsün 2-yə 1 çıxılsın kosinus 8x dx. Bu ifadənin ibtidai funksiyasını tapsaq 2də 1 vurulsun. 1-in ibtidai funksiyası x çıxılsın kosinus 8x-in ibtidai funksiyası 8də 1 sinus 8x olur. Sərhədlər 0-dan pi bölünsün 2-yə bərabərdir. 2də 1-i sabit vuruq şəklində saxlayırıq qarşıda. Newton-Lewis düsturunu tətbiq etsək, əvvəlcə x yerinə pi bölü 2 qoyub hesablayırıq, daha sonra 0 qoyub hesablayırıq, sonra isə qiymətləri bir-birindən çıxırıq. X yerinə pi bölü 2 olur pi bölü 2 çıxılsın 8də 1 vurulsun sinus 8-i pi bölü 2-yə vuranda 4 pi çıxılsın. X-lərin yenə 0 yazıb hesablasaq 0 çıxılsın 8də 1 vurulsun sinus 0 bərabərdir. 2də 1 vurulsun. Deməli, sinus 4 pi 0 eləyir. 8də 1-i 0-a vuranda 0 elədi. İkinci mötərizənin daxili də sinus 0-da 0 elədiyinə görə ümumilikdə 0 eləyir. Deməli, alınır pi bölünsün 2. 2də 1-i pi bölü 2-yə vursaq, cavab eləyir pi bölünsün 4. Cavab C variantı.